Aydan əməkdaşsınız burada? Yox. Bəs kimsiz? Sizə kim lazımdır? Bizə Aydan əməkdaşı lazımdır. Deyiləm. Amma üzərinizdə yazılıb ki, Azərbaycan Avtomobil Yolları Agentliyi. Niyə yalan danışırsınız? Yaxşı yalan. Niyə yalan danışırsınız? Elə belə geyinmişəm buna. Xeyr, elə belə geyinə bilməzsiniz axı. Bu dövlət tərəfindən verilən geyimdir. Rəhbərlikdən yapış. Məndən niyə yapışmısan? Sosial şəbəkədə Haldun Novruzadə adlı şəxs statusu yazıb. Orada bildirilir ki, Azərbaycan Avtomobil Yolları Agentliyi pulla asfalt çəkmə sifarişinə gedir. Şikayətçi qeyd edir ki, dəfələrlə Aydaya müraciət etsə də yeni Günəşli V massivinin yollarını düzəltmirlər. Əlavə olaraq statusda yazılıb ki, o yeni Günəşlidə Ayda əməkdaşlarının yol çəkdiyini görür və maşını saxlayaraq onlara yaxınlaşıb soruşur. Oradan isə onlar bildirilir ki, yol restoranın sifarişi ilə çəkilir. Bizə gəldik ki, məsələni dəqiqləşdirək, görək doğrudur yoxsa yox. Maraqlısı isə budur ki, vətəndaşların dəfələrlə müraciətinə baxmayaraq Ayda yol çəkməyib. Amma sifariş üzrə restoranın qarşısına yol çəkir. Bir buranı düzəltmək deyir ki, oraları da düzəltsinlər. Bir heyətlər əldən gedir. Heyətlərə də baxmaq lazımdır. Elə gəlib buranı çəkib getməklə deyil. Şikayət eləmişsiniz Aydaya ki, bəs nə qədər şikayət olar? Şikayət nə qədər olar? Amma şikayət bizə baxılmır, düzdür? Yox. Mən doğulandan buradayım, amma bura bir dənə yol çəkilməyib. Ancaq sadəcə bu hissəyə çəkilir də restoranın qarşısına. Baxın da yollar görün nə gündədir, heç çəkib eləmirlər heç. O maşının yanına qədər gəlib çəkilibdi. İndi oradan bəri davam edir. Bax, orada da yer tökülüb. Oranın restorana nə aidiyyəti var ki? Baxın, o şeylər, skuterlər dayanıb onun yanına da. Yəni deyirsiniz ki, o hissədən başlayır, gedir. Bu hissədən başlayır. Bax, görürsünüz, bax. İndi siz sabah gəlsəz, şahid olarsınız ki, burada tökülüb. Orada yeni avtobusun yerinə bax, orada tökülə-tökülə gedəcək. Restoranın sifarişlə bildirir ki, yol düzəlir burada. Xanım, elə bir şey yoxdur. Yəni əgər onu heç nə. Sağ olun xanım. Yəni aynaya müraciət edin. Yəni o Dayanacağı təmir edirik, yerini bərpa edirik. Bəs dayanacaq bərpa olunursa restoranın qarşısına nə işlər gedir? Və sizin texnikalarınız orada da axı. Sizin texnikalarınız orada da. Bizim deyil. Üstündə Azərbaycan Avtomobil Yolları Agentliyinin logosu var. O idarə mənim idarəm deyil. Mən sadəcə burada dayanacaq yeri düzəldirəm və tamam. Bəs biz səlahiyyətli şəxs olaraq kimdən danışa bilərik o mövzu ilə bağlı? Heç biri bizə aidiyyəti yoxdur. Burada 4 nəfər işçi var, bunlar mənim işçimdir, bu dayanacağı təmir edirik. İndi məsələ ilə bağlı Aydanın mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayırıq. Təəssüf ki, Anar bəy zəngimizi açmır. Bir neçə gün sonra əraziyə yenidən baxış keçirəcəyik. Məsələni diqqətdə saxlayacağıq.